Salam, vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə kimyadan belə bir sualın izahına baxacağıq. Ümumiyyətlə belə bir qaydanın izahına baxacağıq. Deməli, duru sulfat turşusu və qatı sulfat turşusunun girdiyi reaksiyalar var ki, bunlar bizi biraz çaşdırır. Deməli, biz bilirik ki, ümumiyyətlə belə dedim, metallar özləri aktiv, orta aktiv və passiv olurlar. Və deməli aktiv metal, ümumiyyətlə baxın, buraya yazacağam. Deməli sulfat turşusunun belə yazım qoy. Sulfat turşusunun durusu H2SO4-ün durusu və H2SO4-ün deməli qatısını yazacağım. Aktiv metallar və ümumiyyətlə orta aktiv metallar duru sulfat turşusuyla reaksiyaya girir. Passivlər isə duru sulfat turşusuyla reaksiyaya girmirlər. Aktiv metallar duru sulfat turşusuyla reaksiyaya girəndə nəticədə duz və hidrogen əmələ gəlir. Yəni hər hansı bir duz və hidrogen əmələ gəlir. Həmçinin deməli orta aktivlərdə reaksiyaya girəndə yenə duz və hidrogen əmələ gəlir. Başqa bir şey əmələ gəlmir. Məsələn, aktiv metal götürürəm, tutalım. Baxın, burada yazım. Məsələn, aktiv metal, natrium plus sulfat turşusunun durusu. Duz, dediyim kimi duz, yəni əvəz etmə reaksiyası olaraq alınacaq natrium 2SO4 plus hidrogen. Gördüyünüz kimi duru sulfat turşusu reaksiyasından duz və hidrogen əmələ gəldi. Və yaxud məsələn götürürəm, deməli orta aktiv metallardan tutalım singi götürürəm. Sing plus sulfat turşusunun H2SO4-ün yenə nəyi? Durusun. Duru ilə yenə duz əmələ gələcək. Sing SO4 plus hidrogen. Gördüyünüz kimi yenə hidrogen əmələ gəldi. Duru sulfat turşusuyla normal duz və hidrogen əmələ gəldi. Sonra deməli aktiv metallar bu qədər, amma passiv metallar özləri belə deyim də reaksiyaya girmirlər. Passiv metallar duru sulfat turşusu ilə reaksiyaya girmirlər. Məsələn, tutalım passiv metallar bildiyimiz kimi hidrogenden sonra yerləşən elementlərdir ki, bunlara deməli civədir, misdir, sonra gümüşdür, qızıldır və platindir ki, bunlardakı duru sulfat turşusu ilə yaddan çıxarmayın, reaksiyaya girmirlər. H2SO4-ün durusu ilə reaksiyaya girmirlər. Bu reaksiyalar haradakı məsələn mis plus duru sulfat turşusu görsək, biz bu reaksiyanı aparmamalıyıq. Biri məsələn yazıram mis plus H2SO4-ün durusu nədir bu reaksiya? Bu reaksiyaya getmir. Deməli, artıq bildik ki, duru sulfat turşusuyla necə oldu? Aktiv metallar, orta aktiv metallar duru sulfat turşusuyla reaksiyaya girdi, amma passiv metallar duru sulfat turşusuyla reaksiyaya girmir. Gəldik qatı sulfat turşusuna. Qatı sulfat turşusunda da uşaqlar, yaddan çıxarmayın ki, aktiv metallar himayədir. Aktiv metallarda duz əmələ gələcək yenə. Plus hidrogen sulfid əmələ gələcək. H2S. Plus nə? Su. Yəni hər bir halda yaddan çıxarmayın, bunlarda su çıxmalıdır. Qatı sulfat turşusu ilə reaksiya gələndə mütləq su çıxmalıdır. Aktivdirsə hidrogen sulfid, orta aktiv və passivdirsə bunlarda SO2 əmələ gələcək. SO2. Hər bir halda SO2 əmələ gələcək. Yəni məsələn aktiv metallarımız hansılardır? Deyirik ki, aktiv metallarımız litiumdur, natriumdur, sonra kaliumdur, sonra kalsiyumdur, stronsiyumdur, baryumdur. Düzdür? Biz bu metallar aktiv metallar adlandırırıq da. Bunlar qatı sulfat turşusuyla reaksiyaya girdikdə, yəni plus H2SO4-ün qatısı ilə reaksiyaya girdikdə nə əmələ gələcək? Duz əmələ gələcək, hidrogen sulfid əmələ gələcək və su əmələ gələcək. Həm hidrogen sulfid, həm də su əmələ gəlir. İndi gəlin baxaq. Aktiv metallarımız bildiyimiz üçün bunu 7-ci sinifdən öyrənmişik. Litium, natrium, kalium, rubidium, sezium, kalsium, stronsiyum, baryumdur. Yəni birinci, ikinci qrup metallar demək ki, biz aktivdir, əsas yarım qrupda yerləşən elementlər aktivdirlər. O metallar, məsələn götürürəm natrium. Natrium plus hidrogen
sulfit. Üzr istəyirəm, sulfat turşusu. H2SO4-ün deməli qatısı ilə reaksiyasından. Alınacaq nə? Deməli dediyim kimi duz, qatı idi da, düzdür? Natrium 2SO4 plus nə? Hidrogen sulfid plus su. Yaddan çıxarmırıq bunu. Deməli, aktiv metallardırsa nə əmələ gəlir? Hidrogen sulfid əmələ gəlir. Bu istənilən aktiv metallara aiddir. Yəni, məsələn, natrium götürmürəm, götürürəm kalsiumun. Kalsiumun plus hidrogen, yəni H2SO4-ün qatısı ilə reaksiyasından alınacaq kalsium SO4 plus aktivdirsə qatı sulfat turşusu özdə hidrogen sulfid plus nə? Su əmələ gələcək. Deməli, bu oldu aktiv metallar üçün. Amma dediyim kimi, orta aktiv və pasiv metallar üçün reaksiya necə olacaq? SO2 əmələ gələcək, hər bir halda SO2 əmələ gələcək. Məsələn, orta aktiv metal götürürəm. Sink plus H2SO4-ün qatısı ilə reaksiyasına. Nə alınacaq? Alınacaq sink, deməli, SO4. Orta aktivdirsə nə əmələ gəlməlidir? SO2 əmələ gəlməlidir. SO2 plus nə? Su əmələ gələcək. Bu orta aktivlər üçün və passivlər üçün də həmçinin. Məsələn, bir pasiv metal götürək, mis götürürəm. Mis plus H2SO deməli 4 qatı. Nə əmələ gələcək? Alınacaq mis SO4, kuprim SO4 plus yenə SO2 plus su. Yenə belə çıxdı ki, sulfat turşusunun durusu ilə reaksiya necə olacaq? Aktivlər də, orta aktivlər də duz və hidrogen əmələ gətirəcək. Passivlərdəki reaksiyaya getmir. Baxın, reaksiyaya getmir. Bunu nəzərə alın. Qatı sulfat turşusu ilə reaksiyaya gələndə isə, deməli, aktivlər sadəcə daha doğrusu, aktivlər H2S əmələ gətirəcək. Orta aktivlər və passivlər isə SO2-ni əmələ gətirəcək. Düzdür, bəzən normalda bu formada əmələ gəlir, yaddan çıxarmıyor, amma bəzən olur ki, temperaturdan asılı olaraq, yəni biz orta aktivlərdə SO2 ilə yanaşı hidrogen sulfidi də çıxarmış ola bilərik. Hətta belə deyim, siz kükürt də görə bilərsiniz reaksiyada, kükürt də görə bilərsiniz. Yəni, orta aktiv götürüblər, temperatur müəyyən qədər veriblər və normalda SO2 əmələ gəlməlidir. Yəni, imtihanda SO2-ni görəcəyik çox vaxt, amma bəzən o ki, hidrogen sulfid və S-i də görə bilərik. Amma ən çox dediyimiz kimi, deməli, SO2-ni görəcəyik. Yəni, bu formada, baxın, konkret deyək, deməli, metallarımız aktiv, orta aktiv və pasiv olur. Düzdürmü? Pasiv olur. Pasiv. Deməli, aktiv metallar duru sulfat turşusu ilə, deməli, buraya yazıram duru, buraya yazıram qatı. Nə əmələ gələcək? Hidrogen əmələ gətirəcək. Duz və hidrogen də düzdür. Burada yazdım qoy. Duz plus hidrogen. Orta aktivlərdə yenə nə əmələ gətirəcək? Duz plus hidrogen. Passivlər isə nə oldu? Reaksiyaya getmir. Sonra qatı nə əmələ gələcək? Duz plus aktivdirsə nə əmələ gəlir dedik? Hidrogen sulfid əmələ gəlir plus su əmələ gəlir. Orta aktivdirsə nə əmələ gəlir? Duz plus SO2 plus su əmələ gəlir. Passivdirsə yenə duz, SO2. Demək, və nə əmələ gəlir? Yenə təbii ki, su əmələ gəlir. Amma dediyimiz kimi, burada orta aktivlərdə, orta aktiv metallarda bəzən temperaturdan asılı olaraq duz plus hidrogen sulfid də görə bilərik. H2S. Hətta nəyə görə bilərik? S-i də görə bilərik. Plus su əmələ gəlir. Bu bir qeyddir, yəni çox da bunu görməyəcəyik əslində. Ən çox bildiyimiz SO2-ni görəcəyik.